Məktəb və universitet bufetlərində satılan qidalar həmişə müzakirə mövzusu olub. Nə satılır, niyə satılır, qiyməti nə qədərdir? Suallara cavab tapmaq üçün paytaxtdakı bir neçə təhsil müəssisəsinin bufetində olduq. Bir vaxtlar məktəb bufetlərinə qaçan şagirdlərin əsas arzusu sadəcə bir parça piroq və ya bir kökə idi. Sadə, amma o dövrün uşaqları üçün həm zövq, həm də doyum demək idi. Bizdə məsəl üçün isti yeməklərimiz olur, suplardır, mərci supu, dovğa, makaron, vermişel, sonra qreçka olur, üstündə qarniyar sosları olur, toyuq ətindən. Sonra uşaqlar da çox razı olurlar, razı qalırlar, yeməklərini yeyirlər, günorta yeməklərini normal vəziyyətdə yeyirlər. Maraqlıdır, bufetdə satılan yeməklər həm ləzzət, həm də qiymət baxımından şagirdləri qane edirmi? Ən xoşladığım yemək burada mərcidir. Mərci hər dəfə, hər gün yeyirəm. Həm də dostlarımı da çağırıram. Onlarla bir yerdə oturub yeyirik. Kim nə istəyir alır. Mən burada ən çox makaron alıram. Burada çox dadlı yeməklər var. Hər gün başqa cür yeməklər gəlir. Belə kartoşka, sos, kurasan. Lavaşda çörək çox vaxtı və ya arada çox vaxtı şokolad da alıram. Sərfəlidir, yəni məncə hamının cibi üçün uyğundur. Bufetdə yemək yeyirsən yoxsa yox? Yox, Niyə? elə. Dadı xoşuna gəlmir yoxsa necə? Heç nə də deyirəm də. Xoşuna gəlir burada verilən yeməklər? Gəlmir. Hansı yeməklərdən yeyirsən? Heç bufetdə yemək yeyirsən yoxsa yox? Yox. Bəs bufetlərdə satılan yeməklərin təhlükəsizliyi ilə bağlı nələrə diqqət etmək lazımdır? Bir çox məhsullar var ki, bunların bufetlərdə satılması qadağandır. Bunlar daha çox yüksək risk qrupuna aid olan qidalardır. Yüksək termiki emal keçməyən süd və süd məhsullarıdır ki, burada mütləq şəkildə pasterizə edilmiş və qaynadılmış süd və süd məhsulları olmalıdır. Eyni zamanda yumurtalı məhsullar və yumurtalı makaronlar, digər yumurta istifadə olunan məhsullar da yüksək risk qrupundadır və mütləq şirniyyatlardırsa çox miqdarda yağlı qidalardan istifadə olunmamalıdır və göbələk tərkibli qidalar da bəzən zəhərlənmələrə səbəb olduğu üçün qanunvericiliklə satılması qadağandır. Bəs maraqlıdır, universitet bufetlərində necə? Yeməklərin keyfiyyəti və qiyməti tələbələri qane edirmi? Biz düşünürük ki, tələbələri qane edir yeməklər, çünki həm tələbələrin büdcələrinə uyğundur yeməklər. Eyni zamanda da biz keçirdiyimiz hər ay müəyyən sorğular olur bufetlərlə bağlı. Burada tələbələrin fikirlərini öyrənirik və çox az sayda tələbə burada nədənsə narazı olur. Hansı ki, o tələbənin özünün hər hansı bir mədəsində bir narahatçılıq var və yaxud da yemək seçim problemi var. Amma bütün korpuslarımızda yeməklərlə bağlı heç bir problem eşitməmişik. Olduğu təqdirdə də aradan qaldırmağa həmən anda maksimum dərəcə çalışmışıq. Məsələn, bir kökə var ki, mən onu heç bir yerdə sevmirəm, yəni sadəcə anamın bişirdiyini sevirəm, bir də ikinci yer olaraq bufetimizin verdiyi kökəni çox sevirəm, hansı ki, yəni mən onu başqa heç bir yerdə yeyə bilmirəm. Qiyməti də çox ucuzdur, 50 qəpik 1 manat arası dəyişir bütün kökələr. Tənəffüs vaxtı bu 10 dəqiqə vaxtımız var, o an əsasən şirniyyatlara üstünlük veririk. Bulka olsun, hər hansı bir kökə olsun, amma ki, dərsdən sonra isə istər ev yeməkləri olsun, onlar daha çox üstünlüyü göstərir. Çünki ev yeməkləri daha doyumculdur, daha dadlıdır. Düzdür, qiymətləri də biraz fərqlənir, amma ən azından doymasına görə çox yaxşıdır qiymətlər. Yeməklərin keyfiyyəti çox gözəldir, çox çeşid var yeməklərdə. Bir çox növbənöv salatlar, növbənöv yeməklər. Hamısının büdcəsi çox uyğundur. Mən sevdiyim yemək burada mimoza salatı ola bilər, brownie, şirniyyatlardan deyə bilərəm. Yeniyetmə və gənclik illərində sağlam inkişaf edə bilməsi üçün bir orqanizm daha çox təzə, vitaminli, minerallı və qida dəyəri yüksək olan qidalarla qidalanmalıdır. Bu da əsasən mövsümi meyvə-tərəvəzlər, çərəzlər, gündəlik hazırlanmış yeni məhsullar və aşağı risk qrupunda olan məhsullar olması daha vacibdir. Məktəb bufetlərində yaxşı olar ki, bu kimi qidaların satılması ilə yanaşı, eyni zamanda satışı həyata keçirən şəxsin tibbi baxımdan keçməsi, sanitar gigiyena qaydalarına əməl etməsi də əsas şərtlərdən biridir.